Herkese salam. Belə bir gözəl gündən hər birinizi salamlayıram. Artıq əncirlər, əncir ağaclarında əncirlər görünür. Amma bunlar çox da dadlı olmur. Bunlar ancaq quşlar üçün yaxşı olur. Quş yemi kimi. Dadları olmur. Amma yəni olmadıqda yemək olur. Biz uşaqlıqda yeyirdik. Amma ən dadlısı sarı əncirlərdir. Bu böğürtcandır. İndi yayda artıq burada böğürtcanlar olar. Elə uşaqlar çıxır. Buradan dərib yeyirlər. Dünən gecə qarşıma bir video çıxdı. Orada belə heyva ağacının tər yarpaqlarından dolma bükürdülər. Nəsə mən də nə qədər yarpaqlar tərdir, təzədir elə hazırlamaq istədim. İndi bunlardan yığaram birazdan. Gəlib yığaram. Hazırlayaram, görüm necə olur. Tərifləyirdilər, dedilər yaxşı alınır. Mən də hazırlayaram, fikrimi sizlərlə bölüşərəm. Ətri o qədər gözəldir. Artıq solur deyə toxunduqca tökülür. Amma çoxlu açmaq istəyən var. Burada da var. Oradakılar bəs eləməsə gəlib buradan yığaram. Bu balaca ağacdır, diğeri böyüdür. Əlim çatdığı qədər yığaram. Nəyə çatmasa gəlib buradan yığaram. Çox bərk külək əsir. İstəyirəm gedim burada əkdiyim badımcanların üstünü götürüm, biberlərin. Reyhan da əslində toxumunu qoymuşdum, amma nəsə reyhan gözümə dəymir. Bilmirəm, otdur yoxsa reyhandır, ayırt edə bilmirəm. Da küləkdən durmur bir yerdə. Baxın belə, heç burada düzəməlli çıxan yoxdur. Bir dənə burada, iki dənə çıxıb. Bir iki dənə də diğerində çıxıb. Bizim diğer tərəfi də qaldırım. Burada yemeğimi hazırlayıram. Bu toyuq ətidir. Bunu kızardım. İndi bunu çıxararam. Elə bu tavaya kartuşka əlavə eləmək istəyirəm. Sonra ikisini birləşdirib pişirərəm. Deməli, burada məndə kartofu artıq doğramışam. Belə bu formada. Burada üzerine soğan tökmüşəm. Sonra toyuq və kartof üçün olan ədviyyatdır, sarı kökdür, paprika, duz, az da isyot vurmuşam. Üzerine də soğan xırda tökmüşəm. Bu da buzluqdan pomidor götürdüm. Belə. Bunu soyub buzluğa atmışam. Bundan da üzerine koyaram. Vamodda pişəcək. Yəni kartofu qızardıqdan sonra birləşdirib üzerine pomidor koyaram. Bir 5-10-15 dəqiqə belə pişsin, az da yumşalsın. Sonra söndürəcəm. Bunları pişirim. Bağa gedib xiyar yerini hazırlamaq istəyirəm. Harda qalmışdıq? Xiyar yerini hazırlamaq istəyirəm. Anam xiyarı artıq əkib və artıq qalanını verib toxumunu. İstəyirəm onu hazırlayım, başlayım əkməyə. Elə burada baxın, elə buradan əkərəm. Lobyanın yanından. Sonra ardıca da havalar az da isinsin. Çünki hələ havalar çox da isinməyib deyə. Əkilən, yəni
tərəvəz də, bitki də qalmır. Soyuqdan həm rəngi saralır, həm də başlayır, bəziləri hətta başlayır çürüməyə. Ona görə bir həftə falan da keçsin, sonra başlayaram artıq pomidor, biber onları əkməyə. Ən sonda isə badımcanı əkərəm. Çünki badımcan içlərində ən zəifi olan badımcandır. Ona görə də ən axırda badımcanı əkərəm. Yəni badımcanın soyuğa dözümü yoxdur. Tez xarab olur, tez çürüyür. Saralıb yarpaqların başlayır tökməyə. Ona görə də ən axırda badımcanı əkərəm. Pişiyə baxın. Qızım görsə deyər saxlayaq. Çox da böyük pişik deyil əslində. Balaca pişikdir. Bayaq bir yağış tökmüşdü. Yaz yağışı. Tökdü, elə orada da dayanıb gün çıxdı. Heç deməzsən ki, yağış yağıb, belə qəşəng hava var. Havanı döndürdü yenə. Desən yağışlayar. Yağış yağacaq. Bunlardan mən yığım. Prob eləyərəm, görüm necə alınır. Pişirənlər tərifləyirdi. İndi görək bizim ağız dadımıza, damaq dadımıza uyğun gəlir, yoxsa yox. Ver. Çək əlini. Bu ağacın yarpaqları daha iridir. Mən ağac özü balacadır deyə, ona görə bilənsə daha iridir. Qaynanan pomidor almışdı, əkib yarısı qaldı artıq. Bunu da verdi mənə, mən əkim. Suyun hazırlamışam, yerini də hazırlamışam. Getdi əkməyə. Buradan başlayıram əkməyə. Can suyunu da veririk. İnşallah bərəkətli olar, yaxşı məhsul gətirir. Torpaqda özü bitən şüyüd doludur. Burada da var. Burada da var. Xırda doludur. Burada da var. Toxum versəniz belə çıxmır. Həşəratların əlindən qalmır, amma torpaqdan belə özü çıxanda heç həşəratlar da toxunmur. Burada olub, toxumu tökülüb, yenə çıxır. Bütün bağ belə şiritdir hamısı. Mən pomidorlarımı əkdim, bitirdim, sularını da verdim ki, yanmasınlar, solmasınlar. Ardıca sonrası günü qonşumuzda satılırdı bu pomidor ştilləri. Elə qonşudan yenə aldım, davamında əkdim. Çünki bu az idi deyə davamında əkdim. Pomidor əslində soyuğa dözümlüdür. Elə ən necə deyim, tez əkilən bitkilərdən də, tərəvəzlərdən də biri elə pomidordur. Sonra keçdim, bu güllərin yerini hazırlamışdıq. Keçdim, elə bunu da dedim əkim, çünki hava da buludluydu. Dedim, yağış da yəni tökəcəksə əgər, qoyub bunların üzərinə töksün. Burada əkdim, dırmaşan gülləri setkanın dibinə əkdim. Sonradan kol kimi olan gülləri əkdim. Elə toxumların bolluca tökdüm ki, yəni həşəratlar falan da yesə, yenə də qalan olsun. Çox olsa, yəni çıxarıb başqa bir yerdə də əkmək olar və ya çıxartmaq da olar. Əsas odur, yəni çıxsın. Bunları elə belə çox tökürəm. Çox olsa sonradan çıxdıqdan sonra çıxarar.
Örtürəm üstün. Çəkil qızım. Verərəm, sən də əkərsən. Əslində artıq olar. Artığını məcburən çıxararam. Çünki bu böyük olur, çox yekə kol olur. Ona görə bu qədər olmasının mənası yoxdur burada. Bura bitdi. Bu ciğer şey duruyor. Bu söküz daha böyle bırak. Burada mən artıq dolma üçün içlik hazırlamışam. Deməli ətdir, düyüdür, göyərti, bir də bu adını da unuttum. Nar turşusu, duz, isyot, bir də sarı kök əlavə etdim. Yəni klassik dolma içliyi. İndi kimlərsə zövqünə görə başqa bir şey əlavə edirsə, o artıq hər kəsin öz damaq dadına uyğun, kim necə istəyirsə eləyə bilər. Burada da yarpaqları artıq belə islatmışam. Bağa girməmişdən öncə elə tökdüm üstünə isti su. İndi suyunu boşaldacağım. Başlayaram bükməyə bu cür. Yəni nə yalan deyim, bükməsi biraz çətin idi. Dadlı olsa da bükmək baxımından çox əziyyət çəkdim ilk öncələrdə. Sonradan balaca olan yarpaqları 2-2 qoyub başladım bükməyə. Tövsiyəm olardı ki, əgər hazırlayanlara çalışın iri yarpaqları dərin. Mən baxmadan elə xırdalı irili dərmişdim deyə, yəni ilk dəfə hazırlayırdım deyə bilmədim. Amma bundan sonra hazırlasam, yəni artıq bilərəm ki, xırdaları yox, daha biraz irilərini dərmək lazımdır. Yəni tər yarpaqların irilərini. Yəni çox xırdalara bükmək olmur. Bəlkə də bəziləri bükę bilər, amma mənim üçün çox çətin oldu. Mən bükę bilmirdim. Ona görə də biraz iri yarpaqlar daha asan, daha rahat idi bükmək baxımından. Belə də isə bir dəfə yəni əlim örgəşdikdən sonra ard-arda büküb bitirdim. Artıq bitirdim, bükdüm hamını belə. İndi bunun yağın bir də duz vuraram. İsyot vurmaq istəmirəm. Elə sadəcə yağ, duz vurub qoyaram bişməyə, su əlavə edərəm, qoyuram bişməyə. Görüm dadı necə olacaq. Amma bükməyi onu deyim ki, biraz çətindir. Çünki dolma nədir adı? Yarpaq balacadır deyə biraz bükməsi çətindir. Ona görə görək dadı necə olacaq. Dəyəcək buna yoxsa yox. 1 saat buna vaxt ayırmışam bu bükməyə, bu azca dolmanı bükməyə. Artıq hazırdır. Deyərdim ki, yarpaq dolması qədər çox dadlıdır. Yəni bişirməyə dəyər. Pişirib yoxlaya bilərsiniz. Çox dadlıdır. Mən bəyəndim.